Salam hörmətli şagirdlər, biz bu günləri 6-cı siniflər üçün olan monitorinq suallarına baxırıq. 26-cı sualdan başlayırıq. Deyir, Zəhra Məryəmdən 11 yaş böyükdür. Bax, burada kimdən söhbət gedir? Zəhradan, bir də kimdən? Məryəmdən. Düzdür, Məryəmdən. Bizə nə deyir burada? Deyir, Zəhra Məryəmdən 11 yaş böyükdür. Biz Məryəmin yaşını bilmirik, x götürürük. Zəhra da Məryəmdən 11 yaş böyükdür. Yəni, ona görə Zəhranın yaşı olur x plus 11. Deyir, əgər Zəhra 2 il sonra, Məryəm isə 5 il əvvəl anadan olsaydı, onda Zəhra Məryəmdən neçə yaş böyük olardı? Bax, Zəhra 2 il sonra, 2 il sonra anadan olursa, indiki yaşından onda 2 yaş az olmalıdır. Düzdürmü yaşı? Deməli, 2 il sonra anadan olursa, məsəl üçün, tutaq ki, sən 2010-da anadan olmuşsansa, indi 16 yaşın varsa, əgər 2000 yox, ondan 2 il sonra anadan olsaydın, indi 14 yaşın olacaqdı. Görsən 2 yaş azdır, onda deməli, bundan 2-ni çıxırıq, qalır nə? X plus 9. Məryəm isə 5 il əvvəl anadan olsaydı, onda indiki yaşından 5 yaş böyük olardı, yəni X plus 5 olardı. Deyir, Zəhra Məryəmdən neçə yaş böyükdür? X plus 9-dansa X plus 5-ini ağarırıq, çıxırıq. Burada da nə olur? Bax, bərabərdir. X plus 9 çıxaq olur. Çıxaq X, çıxaq 5 olur. Mötərizəni açanda şərələr dəyişir. X-lər getdi, 9-dan 5 çıxanda 4 qalır. O da olur, da bəndi. Keçdik 27 nömrəli suala. 27 görək bizə nə deyir? Deyir ki, fiqurun sahəsini tap. Tapaq da elə şəklin üzərində tapacağıq. Bax, bura nədir? Bax, burada biz bir düzbucaqlı görürükmü? Bizə dəqiqə, bax, bu düzbucaqlını görürük də biz. Aha. Düzbucaqlının da sahəsini tapanda n-in uzunluğuna vururuq. Bu n-i 4-dür. Uzunluğunu nətər tapacağıq? Bura 20-dirsə, onda bax, buranın da uzunluğu 20-dir. Bura 4, bura 4, 8-dirsə, onda bura neçə qalır? 12. Onda bax, bu hissənin, bax, bu sarı rəhli hissənin sahəsini tapanda 4-ü vururuq 12-yə. Bu da eləyir 48. Bax, bu hissənin sahəsini isə tapanda, bax, buranı da rəhləyək. Bax, bu düzbucaqlının, bax, bu göy rəhləyək düzbucaqlının sahəsini tapanda isə n uzunluğuna vururuq. Onu vururuq 20-yə, o da eləyir neçə? 200 eləyir. İndi bizdən də ümumi sahəni istədiyinə görə 200-dən 48 cəmləyirik, o da olur 248 B bəndi. Deyir ki, bizə nöqtələr verir. Deyir ki, bax, bu OX oxuna nəzərən, bax, bu sözə fikir verin, OX oxuna nəzərən simmetrik olan nöqtələr hansıdır? Bax, burada məsəl üçün bir A nöqtəsi yazıram. Tutaq ki, 2-5 olsun, tutaq ki, özümdən yazıram. Burada həmişə birinci gələn X-in qiymətidir, ikinci gələn Y-in. İndi OX-ə nəzərən deyirsə həmişə X dəyişmir. Hansına nəzərən deyirsə o dəyişmir, o birisi işarəsini dəyişir, yəni Y. Bax, baxaq burada. M-in burada X-i nədir? -5-dir. Y-i nədir? 10-dur. Baxaq görək, hansında -5, -10 varsa odur. O da baxıram ki, bax, -5, -10 bir dənə bax budur. Onda B bəndidir. Burada deyirsən, mənim niyə N-lə Y-ni götürmürük? Çünki burada Y-i -10 verib, burada 5 veribdir. Düzdür. Bu düz gəlmir axı. Bu düz gəlmir. Orada qiymət dəyişməməlidir. Ancaq işarə. O X-ə nəzərən deyirsən, X dəyişmir, o birisi Y işarəsini dəyişir. Bax, burada görsən müsbət 10 idi, indi olub -10. X də görsən olduğu kimi qalıb, -5, -5. M-dən K o da elə oldu B bəndi. 28 də yenə B bəndi oldu. Sonra keçdik buradan nəyə baxırıq? 29-a. X nədir? -3, Y 4-dür, Z də 75-dən. -75. Gətirib yazırıq. X-in yerinə -3, modulda -3 vuraq. Modulda 4 vuraq, modulda -75. Modulda nə çıxır? Müsbət 3 vuraq, 4 vuraq, 75. Modulda mənfi olsun, müsbət olsun, həmişə müsbət çıxır. 4-ü 75-ə vuranda 300, 3-ə də vuranda 900. O da olur C bəndi. Şəkilə əsasən deyir X neçə dərəcədir. Bax, bunlar fikir verirsiniz, qarşı-qarşıya durur. Həmişə yadınıza saxlayın ki, qarşı-qarşıya duran bucaqlar bir-birinə bərabər olur. Qarşılıqlı bucaqlarda. Onda X plus 15 deməli 60-a bərabərdir. X də neçədir? 45-dir. O da olur hansı bənd? A bəndi. Bu da belə. Keçdik buradan nəyə baxaq? 31 nömrəli suala baxaq. Baxın, görürsünüz, səbirlə işləyə gedirik. 31-də görək bizə nə deyir? Deyir, 4 il sonra Eminin yaşı 50-nin yaşının 3 misli olacaq. Turalın yaşı Eminin yaşının 4 misli olacaq.
onların 4 il sonraki yaşları cəmi 64 olarsa, Turalın indiki yaşını tapın. Bax, buraya yazıram 4 il sonra demir. Yazıram yuxarı 4 il sonra. Bax, kimlərdən söhbət gedir? Emil, Əli, bir də kimdən söhbət gedir? Tural. Bax, bunları yazdıq. Deyir, indi Emilin yaşı Əlinin yaşının 3 mislidir. Əlinin yaşını bilirik biz nədədir? Bilmirik. X-dirsə, Emilin yaşı da bunun 3 mislidirsə olur 3x. Deyir, Turalın yaşı isə Emilin yaşının 4 misli olacaq. Bax, Emilin yaşı 3x-dirsə, onda Turalın yaşı 12x olacaq. 3-dən 4 dəfə çox neçədir? 12. Deyir, indi bunların 4 il sonraki yaşları cəmi, yəni 16x. Bunları cəmləyəndə bu 1x-dir. 16x edir. 64 olarsa onda x'imiz 4'dür. Deyir, indi Turalın indiki yaşını tap. Turalın gəlin burada x'i 4 tapdım. Yerinə yazanda 4 dəfə 12 mənə 48. Bu 4 il sonraki yaşdır. Onda 4 il əvvəlki yaşı bunun nə olacaq deməli? Baxım görün, burada olacaq. Bir dəqiqə. Deyir, Emilin yaşı Əlinin yaşının 3 misli olur. Aha. Turalın yaşı Emilin yaşının 4 misli olur. Onların 4 il sonraki yaşları cəmi 64'dür. Düzdürmü? Turalın indiki yaşını istəyir. Hə, burada Turalın indiki yaşını deyir tapın. Bu əgər, bax, bu indiki yaşı belə deyək də, bu tapdığım 48 var, ha. Bu 48 belə deyək də, burada cavab biz məcburuq ki, 48'i götürək. Amma cavab doğru cavab 44'dür, ha. Niyə? Çünki bu 48 tapdığım bu 4 il sonraki yaşdır. Burada olacaq deməli nə? Burada olacaqdır. Da mecbur 48. Bu sualda cavabda problem var daha doğrusu. Sualın özü düzdür. Şərt düzdür, amma cavablarda burada bəzi bu İzzət testində bəzi suallarda elə problem var. Bizə nə deyir? Deyir ki 32'də. Keçdik 32'yə. Deyir oturacağın radiusu 5'dir. Hündürlüyü neçədir? 6'dır. Silindrin yan səthini istəyir. Bax, bu düsturlarda öyrənsiniz. Silindrin yan səthinin sahə düsturu belədir. 2πr h. Götürübsə burada yerinə yazsan 2pi bıraq. Elimiz 5'dir. H-ımız da 6. Deyir 60pi. O da olur. Hansı bənd? A bənd olur. Bu da belə. İndi burada nəyə baxaq? Bax, bizdən ulduz çıxaq. Ulduz nə idi? Üçbucaq çıxaq kvadrat fərqini istəyir. Bax, bu müsbət 5'dir. Müsbət 5'in üstünə nə gəlsək 0 edir. Mənfi 5. Onda üçbucaq deməli burada nədir? Mənfi 5'dir. Bax, indi bu 2 ilə mənfi 7 bizə nəyə verir? Cəmləyəndə mənfi 5'i verir. Niyə? Əks işarəlidə böyükdən kiçiyə çıxırıq. Nə alındı orada? Mənfi 5 üstə gəl damı. Bərabərdir. Burada nə olur? Mənfi 7'nin üstünə 6 gələndə bu bizə mənfi 1'i verir. Niyə? Əks işarəlidə böyükdən kiçiyə çıxırıq. Böyün işarəsini yazır. Mənfi 1'in də üstünə 2 gələndə bu müsbət 1'i verir. İndi burada da mənfi 5'in üstünə nə gəlsək cavab 1 eləyər. Bu eləyəcəkdə 6. Çünki əks işarəlidə böyükdən kiçiyə çıxıb böyün işarəsini yazırıq. Değil mi? Bizdən də üçbucaq çıxaq damanı istəyir. Bu mənfi 5 çıxaq 6. O da bizə verir. Mənfi 11, o da olur A bəndi. 33'də oldu A. Keçdik 34'də. Deyir, oxşar toplananları islah edir. Yəni, baxırsan, hansı yanında x varsa onları 1 hesablayırsan. Y olanlarda 1. İndi 14'də 3x-dən çıxacam nəyə? 28'də 5x-i. Bunlara ortak məxrəc nə olur? Elə 28. Bunu 2'yə vuraram onda, bunu da 1'ə. Bu edir 28'də 6x çıxır, 28'də 5x. Bu da bizə nə verir? 28'də 1x verir. Bu birisi ikisində 1 y olanlar. Deməli, mənfi 12'də 7 y-in üzərinə 1 tam 24'də 11, 24'də 35 deməkdir. 35 y gəldik. Bunlara ortak məxrəc elə 24 olacaq. Mənfi 24'də 14 y üstə gəl 24'də 35 y. Bu da ikisi işarəlidir. Böyükdən kiçiyə çıxıb böyün işarəsini yazır. O da edir 24'də 21 y gelir müsbət özdə. Bu da ixtisar gedir 3'ə. O da edir 8'də 7 y. Vəssalam. Deməli, birində nə aldıq? Bizə dəqiqə. 28'də 1 x aldıq. Bir də nə aldıq? 8'də 7 y. Üstə gəl 8'də 7 y. O da olur nə? C bəndi. 34'də C.
Keçdik 35-ə. Deyir bir ədədin 20 ilə əbubu 5-ə və 28 ilə əbubu 7-yə bərabərdir. Bir dənə ədəddir, bilmirəm, A ədədidir. Bunun 20 ilə əbubu yazıram. Əbub A20 bərabərdir neçəyə? 5-ə. Sonra deyir ki 28 ilə əbubu isə yazıram. Əbub A28 7-yə bərabərdir. Bu ədəd deyir aşağıdakılardan hansı ola bilməz? Bax, əbub sözün mənası nədir? Deyirsən müəllim, ən böyük nədir? Ortaq bölən. Ortaq bölən. Demək bu birincidə ki bu əbub A ilə 20-yə 5 tapmışam. Buradan nə başa düşür? Başa düşür ki bu A ədəddə, 20 ədəddə hər ikisi 5-ə bölünür. Onda bunu bildik. A ədədi deməli 5-ə bölünəndə. Həmçinin bunlara 28-dən A-ya 7-dirsə əbub. Deməli bu A ədədi həm də 7-yə bölünür. Onda A ədədi həm 5-ə, həm də neçəyə bölünür? Həm də 7-yə bölünən ədəddir. Həm də 7-yə bölünən. Aha. Onda deyir ki, bu aşağıdakılardan hansına bölünə bilməz? Bax, deməli 70-ə burada nə olar? 70-ə bunu belə deyək də. Deyir ki, bu ədəd aşağıdakılardan bölünə bilməz demir. Deyir, bu ədəd aşağıdakılardan hansı ola bilməz? Bu ədəd aşağıdakılardan məsəl üçün 70 ola bilməz. 70 ola bilməz. Çünki 70 yazsam, 70 ilə 20-yə əbub nə oldu? Deyirsən müəllim 10. Məsəl üçün 70 götürsən, axı sən burada 5 tapmışsan, özdir. 70 ilə 28-ə əbub 7 yox, 14 olur. Ona görə ödəmir də, deməli 70 ola bilməz, o da olur A. Deyir, Natiq 18 litrlik bir qabla çəni 25 dəfəyə doldurur. Deyir, 15 litrlik qabla neçə dəfəyə doldurur? Bax, 18 litrliklə 25 dəfəyə doldurursa, 15 litrliklə X olacaqdır. Bilmirəm, axı 15 litrliklə neçə dəfəyə doldurur. İndi burada sən birinci müəyyənləşdirməlisən ki, görün bunlar bir-biri ilə düz asılıdır, yoxsa tərs. O da müəyyənləşdirir ki, tərs asılıdır. Çünki vedranın tutumu artdıqca biz gərək onda bir neçə dəfə artıq iş görək də. Tərs asılı olanda biz bunları qarşı-qarşıya vururuq. Olur 15 vuraq X bərabərdir 18 vuraq 25-ə. Və 25 15 5-ə ixtisar gedir. Burada 3 qalır, burada 5. 3 ilə 18 gedir, burada 6, burada 1. X-i 1-ə vuranda X, 6-nı da 5-ə vuranda edir 30. O da olur, bu da bəndir. Deyir ki, indi 37-də aşağıdakı hansı variantdakı fiqurlar konqrentdir? O da konqrent nə deməkdir? Yəni oxşar. O da olur A bəndi. A bəndi olur. Deməli, bax burada oxşar olanlar hansılardır? A-dır. Sonra keçdik buradan nəyə? Bax, şifahi suallardır, fikir versiniz. Biz kiçicə indi belə məsələlər biraz düşündürücüdür və s. Deyir, çoban yastığı çiçək qurudularca öz çəkisinin 84%-ni itirir. Aha, onda belə başa düşürük ki, tutaq ki, biz 100 kilo çoban yastığı qurutmaq istəsək, bu 84%-ni itirəcək, yəni 84 kilosunu itirəcək, 16 kilo qalır. Deyir, apteka 36 kilo quru çiçək vermək üçün nə qədər çoban yastığı lazımdır? Bilmirəm, X. X-ə 36. Özdə qurunun altından, nəmin altından yazırıq və çarpaz vururuq. Olur 16 vuraq X bərabərdir 36 vuraq 100-ə. Bunlar 16 ilə 100 4-ə ixtisar gedir. 4 25. 36 ilə də 4 4-ə ixtisar gedir. 9 1. X-i 1-ə vuranda X, 9-da 25-ə vuranda 225. O da olur hansı bənddir? Bəndi. Bu da belə. Sonra keçdik 39-a. Deyir, BC-ni tapın. Bax, nətər eləyək. Elə burada işləyək. Bura olsun X. Bax, buradan bura kimi məsafə 22-dir. Buradan bura nədir? X-dir. 22 ilə X-in cəmi neçəyə bərabərdir? Ümumi parçanın uzunluğu buradan bura 36-dır. Onda X-də bərabər olacaq 14-ə. Bura 14-dür elə. Onda bax, burada 14 qalır. Çünki buradan bura obşu uzunluq 28-dir. Bunun 14-ü buradadırsa 14-də bura qalır. O da olur D. 39 oldu D. İndi keçdik 40-a. Həcmi 160 kub desimetr olan silindirin hündürlüyü 10 desimetr olarsa, deyir, oturacağın sayısını tap. Bax, həcmin düsturu necə idi? V bərabər idi. S oturacaq vuraq H-dır. V-miz indi 160-dır. Həcmin V ilə işarə edirik. S oturacaq vuraq nə olacaq? 10. Buradan da S oturacaq nəyə bərabərdir? 16-ya. O da olur A bəndi. 160-ı 10-a böldük.
Keçdik buradan 41'ə baxaq. Deyir, -10 və -20 ədədlərinin ədədi ortasını tapmaq istəyən Elnur ədədləri toplayıb 2-yə bölmək əvəzinə deməli ədədləri bir-birinə vurub sonra 2-yə bölüb. Elnurun səhvən əldə etdiyi ədəd tapmalı olduğu doğru cavabdan neçə vahid çoxdur? Normalda ədədi ortanı tapanda toplayıb bunları nə varıq? Deməli sayına bölürük, yəni 2-yə. O deyilir -30 2-yə böləndə -15. Amma bu vurubdur. -10-u -20-yə vuranda edir 200. Deyir, indi səhvən əldə etdiyi cavab doğru cavabdan neçə vahid çoxdur? 200-dən də nə varıq? Bu deməli bizə dəqiqə əldə etdiyi cavab doğru cavabdan neçə var? Hə, yox, orada bir şey deyir bizə. Deyir ki, bax bu ədədləri bir-birinə vurub sonra 2-yə bölüb. Bax bu 2-yə bölmə ifadəsini fikir vermədim. 2-yə bölsək elir 100. İndi bax bu səhvən aldığı cavab 100-dür. Bu deyir 100 -15-dən nə qədər çoxdur? 100-dən də çıxırsa -15-i, o da bizə nə verir? 115-i. Məsələn. O da oldu hansı bənd? A bəndi. Deyir, kəsrlərdən neçəsi bərabərdir? Bax, burada bunları ixtisar edək. 7-yə getdi, burada 2, burada 14'e gelir daha doğrusu. Bunlar 14'e ixtisar getdi. Burada 1, burada 2. Bunlar gəl belə burada yazmayaq. Bax 7'də 2'dir. Biri 28'də 14'dür. Biri neçədir sonra? 28'də 8'dir. Sonra o birisi 21'də 6'dır. Digəri də neçədir? 35'də 10'dur. Bax bunlar 14'e ixtisar gedir. Burada 2, burada 1 qalır. Bunlar 4'e ixtisar gedir. Burada 2, burada 7 qalır. Bunlar 3'e ixtisar gedir. 2, 7. Bunlar da ixtisar gedir 5'ə. İxtisar nə deməkdir? Yəni belə deyək də eyni bir ədədə deməli bölmək deməkdir. Burada 5 ixtisar gedir 2, burada da neçə qalır? 7. Deyək ki, kəsrlərdən neçəsi bərabərdir? Bax. Deməli, burada da neçəsi bərabərdir? Biri bu 7'də 2. Biri bax bu, biri bu, biri də bu. 4 dənə 7'də 2 var. Məsələn, o da olur C bəndi. Sonra bizə nə deyir burada? Deyir, çevrələrin radiusları 3, 4, 7 olarsa ABC üçbucağının perimetrini tapın. Onda bax, burada 3'dür, düzdür. Burada nədir? 3'dür. Sonra bura 4'dür, burada nədir? 4'dür. Çünki bu radiusdur. Bu birini belə göstərməyək. Bizə dəqiqə. Bizə dəqiqə geri qaydaq, tam aydın olması üçün sizə. Baxın, bax buradan bura bir radiusdur, buradan burada bir radiusdur. Burada olacaq nə? 3, burada olacaq nə? 3. İndi biz burada nəyə baxaq? Bax, bura bir radiusdur, burada bir radiusdur. Onda bura olacaq nə? 4, burada olacaq nə? 4. Onda burada bir radiusdur 7, burada bir radiusdur 7'dir. Bunların hamısınca perimetr tabanda tərəfləri cəmləyirik. 7 ilə 4, 11, bura 10, burada 4 ilə 3, 7, 18, 10, o deyir 28, vəssalam. Deyir, 44'də nə deyir bizə? Ədədi 7'yə böldükdə qismətdə 5, qalıqda 3 alınır, ədədi tap. Həmin ədədi tapanda həmişə böləni qismətə vurub, üzərinə də qalığı əlavə edirik. O deyir 38, o da olur hansı bənd? Bənd. Sonra 45'də bizə nə deyir? Deyir ki, bizə deyir. 320 ədədi 1, 2, 5 nisbətində olan ədədlərin cəmidir. Bu ədədlərin böyüyünü tap. Həmişə elə nisbətlərdə özümüzdən vuruq əlavə edirik. Biri 1K'dır, biri 2K'dır, biri də neçədir? 5K'dır. Bunları cəmləyib bərabər edəcək nə? 320'yə. Bu edəcək 8K bərabərdir 320'yə. K da bərabərdir 40'a. Bu ədədlərdən böyüyünü istəyir, yəni 5K'dır istəyir. 5 də 40'a vuranda edir 200, o da oldu B. Bu da belə. Sonra artıq neçədən o sualımız qalıb? 5 dənə sualımızca qalıb. Deyir ki, baxaq 46'ya. Deyir, Kərim İzə Nəşriyyatının 176 səhifəlik 6-cı sinif riyaziyyat dəftərim adlı kitabını 3 həftədə bitirdi. Deməli 176 səhifəlik kitabı, dəftəri daha doğrusu 3 həftəyə bitirdi. Birinci həftə 16'da 5'ini. Birinci həftə yazaq, 1 qoyaq elə. 176'nın 16'da 5'ini tapanda 176'nı bölürsən 16'ya ədədin hissəsini axtaranda. Aldığın cavabda vurursan, məxrəcə bölüb sürətini vurursan, o deyir 55.
İkinci həftə 4də 1-ni, 176-nın 4də 1-ni tapırıq. 4-ə bölüb 176-nı 4-ə böləndə edir 44. Aldığımız cavabda nəyə vururuq? 1-ə vururuq. O da edir 44. Aha. İkinci həftə kitabın 4də 1-ni, üçüncü həftə isə qalan hissəsini işləyərək bitirdi. Kərim üçüncü həftə deyil neçə səhifə kitab işlədi. Birinci həftə 55-dir, ikinci həftə 44-dür. Cəmliyində bu da edir 99. 176-dan da nə arayacaq? 99 çıxacaq. 16-dan 9, 7, 16-dan 9 yenə 7. 77 səhifə. Deməli, 3-cü həftə 77 səhifəsini işləyib bitirdi. Keçdən də 47-yə. 47-də bizə nə deyir? Birinci sinifdəki, bir sinifdəki şagirdlərin hər biri teatr və ya şahmat qruplarının ən azı birindən qoşulur. Deyir, 30 nəfər teatr, 19 nəfər şahmat, 11 nəfər isə həm teatr, həm şahmata qoşulursa sinifdə neçə şagird var? Bunu həll etmək üçün ən yaxşı yol Eyler-Venn diaqramı çəkməkdir. Bu olsun teatr, bu da olsun şahmat dairəsi. Düzdür? Bu 11 nəfər hər ikisinə qoşulursa, onda bunları kəsişmədə yazacağıq. Deyir, indi 30 nəfər teatra gedirdi. Düzdür? Bunun indi 11-i həm də şahmata gedirsə, onda sırf teatra gedənləri burada qeyd edəcək, o da olur 19 nəfər. İndi 19 nəfər şahmata gedirdi. Onda onun 11-i həm də teatra gedirsə, onda 8 nəfərdə qalır. Nə? Sırf şahmata gedən. İndi ümumi şagirdlərin sayını istəyəndə nə var? 19 üstə gəl 11, üstə gəl nə olur? Deməli 8. 19 ilə 11 edir 30. Üstdən də 8 gəldik. O da edir 38. Sonra keçdik 48 nömrəliyə. 48 nömrədə bizə nə deyir? Bizə deyir, 48-də deyir ki, 800 manata alınan mal 5% gəlirlə neçə manata satılır? Bu 800 manata, mən 800 manatım var idi. Getdim bunu bir dənə nə bilim soyuducuya verdim. Olan pulum bu idi də. Yəni hər bir şeyimi, olan hər bir şey mənim üçün nədir? 100%-dir. Yəni o 800 manat mənim hər şeyim idi, 100%-im idi. Apardım, verdim onu soyuducuya. Fikirləşirəm, yox, bunu satım daha müasir alımda, amma bunu istəyirəm ki, nəsə bir burada qazanc da əldə edeyim. 5% qazanc. Onda 100%li bir şey idisə o mənim üçün. İndi mən bunu 105%-lə satmalıyım. Bəs neçəyə görəyim? 5% gəlirlə neçəyə olacaq da bu? X. Buradan da biz bunu çarpaz vuracağıq. Nə olur? 100 vuraq X bərabərdir. 800 vuraq neçəyə? 105-ə. Burada da 800-dən 100 getdi. 1, 8, X də bərabərdir. 800-də 105-ə vuranda edir 840. Deyir ki, indi 49-da. Burada oldu 840. 49-da bizə nə deyir? Mənfi 15 və 20 arasında yerləşən tam ədədlərin cəmini. Bunu biz nə arayacaq? Mənfi 15-dən 20 arası deyirsə, mənfi 14-dən düz 19-a kimi ədədlərini arayacaq, cəmləyəcək. 15, 16, 17, sonra 18, sonra da 19 cəmləyirik. Düzdürmü? Burada mənfi 14-dən müsbət 14-ə kimi aralıqda olan bütün ədədlər bir-birinə yox edir, sıfır edir. Niyə? Çünki biri mənfi, biri müsbətdir, bir-birinə aparır. Yerdə qalanları cəmləyirik. 18-ə 19 edir 37, sonra 15-ə 16 edir 31, üstəndə 17 gəndə 48. 48-in də üstünə 37 gəndə, bu da 85 edir. Mesela, cavab 85-dir. Şəkildə vermiş silindirin həcmini tapıb, silindirin həcmini deməli V bərabərdir. S oturacaq, bura H-dır. Bunu da oturacağı nədir? Fikir verirsə dairədir, düzdür. Dairənin də sahəsini PR kvadratından tapırıq. Yerimiz orada 4-dür. H-ımız neçədir? 7, onda 5-dir. Bax, bu bizdə burada nədir? Hündürlükdür. Gətirib yazırıq, PR kvadrat vuraq H. Olur, pi vuraq, 16 pi daha doğrusu, 4-ün kvadratı 16 pi də vurursan 7, onda 5-ə. O deyir, deməli, bizə dəqiqə 120 pi'dir, 120 pi. Və salam, bu qədər. Sağ olun.